Spiral qoymaq bədəndə iltihab yaradır və gələcəkdə hamilə qalmağa mane olur. Müasir spirallar tamamilə təhlükəsizdir. Düzgün qoyularsa heç bir iltihab yaratmır və çıxarıldıqdan sonra dərhal hamiləlik planlamaq olar. Bir dəfə keysəriyyə olunubsa, növbəti doğuşlar mütləq əməliyyatla olunmalıdır. Keysəriyyədən sonra təbii doğuş planlamaq olar. Təbii ki, çapığın vəziyyəti və digər göstəricilər qiymətləndirilməlidir. Hamiləlik zamanı hərəkət etmək, qaçmaq və ya idman etmək dölə ziyan verir. Əksinə, tibbi əks göstərişi yoxdursa, yüngül idman hərəkətləri və gəzinti həm hamiləliyi asanlaşdırır, həm doğuşu asanlaşdırır. Hormonal qoruyucu həblər çəki almaya və ya tüklənməyə səbəb olur. Müasir aşağı dozlu həbləri müəyyən analizlərdən sonra düzgün təyin etdikdə həm çəki artımı olmur, həm də tüklənmələrə səbəb olunur. Şikayətin və ya ağrım yoxdursa, ginekoloqa getməyə ehtiyac yoxdur. Bəzi xəstəliklər ilkin mərhələdə heç bir ağrı və simptom vermir. Ona görə də ildə 2 dəfə, heç olmasa ildə 1 dəfə müayinədən keçmək lazımdır.